Bayramın ikinci günündə də ət kəsim məntəqələrində vətəndaş sıxlığı, insan sıxlığı müşahidə olunur. Biz hal-hazırda Yasamalda yerləşən müvəqqəti ət kəsim məntəqəsindəyik. Burada da gördüyünüz üzərə vətəndaşların rahat şəkildə öz qurbanlarını kəsmək üçün şərait yaradılıb. Biz hal-hazırda Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun şöbə müdüründən buradakı ümumi vəziyyətlə bağlı müsahibə alacağıq. Hər vaxtınız xeyir olsun. Buyurun, yaradılan şəraitlə bağlı vətəndaşlara, tamaşaçılara məlumat verək. Hər vaxtınız xeyir Səkinə xanım, biz də öz növbəmizdə həm siz, həm də bizi izləyən tamaşaçıları Müqəddəs Qurban Bayramı münasibəti ilə təbrik edirik. Dünən olduğu kimi bu gün də vətəndaşlarımız Qida Təhlükəsizliyi Agentliyi tərəfindən elan olunan 135 ünvanda heyvanların kəsimi və satışı xidmətlərindən yararlana bilərlər. Bu gün axşam saat 8-ə qədər bu proses davam edəcək. Vətəndaşlar hazırda olduğumuz, biz hazırda Yasamal rayonu ərazisində yerləşən müvəqqəti kəsim çadırındayıq. Dünən burada qurbanlıq heyvanların kəsimi və satışı yekunlaşdıqdan sonra aidiyyatı dövlət qurumları tərəfindən dezinfeksiya işləri icra olundu. Bugün də səhər saatlarından vətəndaşlar yaxınlaşaraq öz qurbanlıq heyvanlarını seçirlər, daha sonra kəsimə təqdim olunur. Bu proses ərzində baytar müfəttişlər tərəfindən heyvanların sağlamlığı ilə bağlı hər hansısa bir şübhə yaranarsa, onların daxili orqanlarından nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun buraya təhkim olunan mobil laboratoriyalarına həmin nümunələr təqdim olunur. Bu laboratoriyalarda da qida təhlükəsizliyi, heyvan sağlamlığı və biotəhlükəsizliyin təmin olunması istiqamətində hər cür avadanlıqla təchiz olunub. Vətəndaşlarımızdan da xahişimiz ondan ibarətdir ki, bir daha bu ünvanlarla agentliyin afsa.gov.az rəsmi saytından tanış olsunlar və öz qurbanlıq heyvanlarının kəsimini, alışını həmin ünvanlar vasitəsilə həyata keçirsinlər. Rəşad bəy, bəs antisanitar vəziyyətdə kəsilən bəzi qeyri-qanuni çadırlar var. Bunlarla mübarizə işləri necə aparılır? Aidiyyatı qurumlarla birlikdə həm Qida Təhlükəsizliyi Agentliyi, həm Daxili İşlər Nazirliyi, həm də yerli icra hakimiyyəti orqanlarının əməkdaşları tərəfindən qanunsuz kəsimlə qarşı mübarizə aparılır. Amma sevindirici hal ondan ibarətdir ki, bizdə olan rəqəmlərə görə dünən gün ərzində 10 mindən artıq qurbanlıq heyvanın kəsimi həmin qeyd olunan ünvanlarda icra olunub və artıq vətəndaşlarımız da bu ünvanlara müraciət edirlər və aidiyyatı qurumların mütəşəkkil işi sayəsində vətəndaşlarımız rahatlıqla gəlib qeyd olunan ünvanlardan qurbanlıq heyvanlarını alırlar və kəsimi prosesini icra edirlər. Təşəkkür edirik ətraflı məlumat üçün. Bayramınız bir daha mübarək.